Erdoğanın sərhədin açılması üçün Ermənistana şərti açıqlandı. Suriyada hərbi fəallıq, Türk ordusu hərəkətə keçdi. Pezeşkiyan Azərbaycanla bağlı bu tapşırığı verib. Vergilərlə bağlı yenilik yanvardan belə ödəniləcək. Hava ilə bağlı xəbərdarlıq leysan olacaq. Hazırda Cənubi Qafqaz dünyaya daha çox açılma mərhələsindədir. Ona görə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu prosesin mühüm tərkib hissəsidir. Bunu erməni türkoloq Ruben Safrasyan deyib. Əlbəttə, Türkiyə rəhbərliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin müsbət nəticələnməsinin tərəfdarıdır. Çünki bu, Ankaranın da xeyrinə olacaq. Xüsusən də qonşu ölkə hökumətinin mühüm strateji məqsədi Türkiyəni qərblə şərq arasında kommunikasiya qovşağına çevirməkdir. Bu yolla Ankara həm də Mərkəzi Asiya ilə maneəsiz əlaqə qurmaq imkanı da əldə edəcək. Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi onların bu marağı prizmasından da qiymətləndirilir. Ekspert Ermeni Presə müsahibəsində bildirib. Safrasyan bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün də zəmin yaranıb. Bu da yuxarıda qeyd olunan məsələ ilə birbaşa bağlıdır. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan dəfələrlə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və dövlət sərhədinin açılması prosesi yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra başlayacaq. Türkiyə bu mövqedən çıxış edəcək və yanaşmasını dəyişməyəcək. Buna baxmayaraq, Türkiyə Cənubi Qafqazdakı mövqelərinin son illərdə güclənməsində maraqlıdır və son illərdə Rusiyanın Ankaraya təsirinin yeni situasiyada güclənməsini dərk edir. Rusiyanın regiondakı rolu zəifləyib, Türkiyəninki isə güclənib. Ona görə də Ermənistan və Azərbaycan arasında planlaşdırılan sülh müqaviləsinin tezliklə imzalanması Türkiyə tərəfinin marağındadır. Türkoloqa görə Türkiyə sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması istiqamətində real addımlar atmağa başlasa da, bunu mərhələli şəkildə həyata keçirəcək. Ermənistanla münasibətlərin normallaşması prosesinin həm də yeni dəmir yolunun tikintisi ilə bağlı olacağı istisna edilmir. Çünki Türkiyə tərəfi 220 kilometr uzunluğunda olan Qars-Naxçıvan dəmir yolunun tikintisini artıq öz üzərinə götürüb. Erməni ekspert əlavə edib ki, hazırda Türkiyənin siyasəti və qlobal strategiyası daha böyük regionları əhatə edir. Əgər bir neçə il əvvəl Cənubi Qafqaz Türkiyə üçün birinci dərəcəli əhəmiyyət kəsb edirdisə, indi görürük ki, bu ölkə daha əhatəli və ekspansionist siyasət yürüdür. Eləcə də Yaxın Şərq, xüsusən də Suriyada rolunu artırmağa, daha da gücləndirməyə çalışır. Başqa sözlə, Qafqaz öz əhəmiyyətini saxlasa da, hazırda Türkiyə üçün Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycana ciddi təzyiq göstərməsi birinci dərəcəli əhəmiyyət kəsb etmir. Suriyanın şimalında baş verən hərbi fəallıq diqqət çəkir. Türkiyə və Suriya eyni vaxtda bölgədə hərbi qüvvələr yerləşdirir. Sosial mediada regiona doğru hərəkət edən hərbi konvoyun görüntüləri yayılıb. Suriya ordusu Deir ez-Zorda tank, top sistemləri və pualar yerləşdirib. Bölgədəki birliklər də gücləndirilib. Bu barədə Suriya mənbələrinə istinadla Haber7 məlumat yayıb. Türkiyə silahlı qüvvələrinə məxsus konvoyların Afrin, Rəsulayn və Hələbin şimalına doğru hərəkət etdiyi, bəzi mənbələrdə isə Mənbic istiqamətində fəallıq olduğu bildirilib. Baş verənlər Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu'nun dekabrın 6-sında Dəməşqə səfərindən dərhal sonra baş verməsi ilə diqqət çəkib. Bayraktaroğlu Dəməşqdə Suriya Müdafiə Naziri Muraf Əbu Kəsra ilə müzakirə aparmışdı. Təhlükəsizlik mənbələri deyiblər ki, Türkiyə silahlı qüvvələrinin Mənbicdəki fəallığı rutin təhlükəsizlik fəaliyyətləri çərçivəsindədir. Amma baş verənlər PKK terror təşkilatının Suriya qanadı, Suriya Demokratik qüvvələrinin daxilində panikaya səbəb olub. Təşkilatdan bundan sonra ard-arda açıqlamalar gəlib. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan bundan öncə Suriya Demokratik qüvvələrinə sərt xəbərdarlıq edib. Fidan qeyri-Suriyalı üzvlərin Suriya Demokratik qüvvələrinin sıralarından çıxarılması və Türkiyənin təhlükəsizliyinə yönələn yerləşdirmələrin dayandırılmasının vacib olduğunu söyləyib. Türkiyənin baş diplomatı 50-60 minlik Suriya Demokratik qüvvələrinin Suriya ordusuna inteqrasiyasının asan olmayacağını, amma prosesin
xoş niyyətlə irəli aparılmasının lazım olduğunu vurğulayıb. İranın Xarici İşlər Naziri Abbas Arakçının ilin son ayında Azərbaycana səfərinə Prezident Məsud Pezeşkiyanın qonşularla dostluq münasibətlərinin inkişafı prizmasından baxmaq lazımdır. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə İranın dövlət başçısının İlham Əliyevə və Azərbaycana böyük hörməti olduğunu deyən Abbas Arakçı cümləsini belə yekunlaşdırdı. Məsud Pezeşkiyan İran prezidenti seçiləndən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verib. Abbas Arakçı Azərbaycan prezidentinin İrana rəsmi səfərə dəvət edildiyini də bildirib. Azərbaycan prezidentinin İrana səfəri gələn il baş tuta bilər. Məsud Pezeşkiyanın Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyi səmimidir. İranın başqa çıxış yolu da yoxdur. Qərbin sərt sanksiyaları ilə üzləşən Amerika Birləşmiş Ştatları və İsrailin yeni hücumlarından hələ də sığortalanmayan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla yaxşı münasibətlərə, ortaq layihələrin reallaşmasını sürətləndirməyə ehtiyacı var. Problem ondadır ki, bunu İran prezidenti və onun hökumət üzvləri anlasalar da, hakimiyyətin digər mühafizəkar qanadı hələ də fərqli mövqeydədir. Doğrudur, mühafizəkarlar əvvəlki illərdə olduğu kimi Zəngəzur dəhlizinə imkan verməyəcəyi kimi məntiqsiz və mənasız açıqlamalarını azaldıblar. Ancaq anti-Azərbaycan ritorikalarından tam imtina da etməyiblər. Politoloq vurğulayıb. Azərbaycanda 2019-cu ildən qüvvədə olan qeyri-neft, qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı ilin yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq. Bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan vergi məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən 2026-cı ildə aylıq gəliri 2500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər. Aylıq gəliri 2500 manatdan 8000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat. Üstəgəl 2500 manatdan 8000 manata qədər hissəsinin 10% qədər, 2027-ci ildə 125 manat, üstəgəl 2500 manatdan 8000 manata qədər olan hissəsinin 10% qədər, 2028-ci ildən isə 175 manat, üstəgəl 2500 manatdan 8000 manata qədər hissəsinin 10% qədər olacaq. Aylıq gəliri 8000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat, üstəgəl 8000 manatdan artıq hissəsinin 14% qədər, 2027-ci ildə 675 manat, üstəgəl 8000 manatdan artıq hissəsinin 14% qədər, 2028-ci ildən isə 725 manat, üstəgəl 8000 manatdan artıq hissəsinin 14% qədər olacaq. Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8000 manata dək olduqca 0%, 8000 manatdan çox olduqda 14% olmaqla tutulub. Qanun layihəsi 3-cü oxunuşda qəbul edilib. Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba, Qusar, Mərkəzi Aran, Lənkəran, Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi ehtimal olunur.